Əziz bilgələr, bu dəfə sizə başqa bir dənə maraqlı oxşarlıq layihəsi təşkil eləmişəm. Oxşarlıq layihəsinin məzmunu Sasanilər dövləti ilə mübarizə, müharibə aparan dövlətlərin siyahısıdır. Amma burada bir əmması var, onu axırda qeyd edəcəm, axıra kimi izləməyə məcbursunuz. Birinci, qədim Romanı qeyd eləmişəm, məsələn, Amit Dizrav döyüşü, oxşarlıq kimi göstərmək olar, misal kimi göstərmək olar. İkinci, Axund dövlətini qeyd eləmişəm. Axund dövlətində, məsəl üçün, Ağsubar xanla Firuz şahın mübarizəsini göstərmək olar. Sonra qeyd eləmişəm Bizansı. Bizans həm 6-cı əsrdə, həm 7-ci əsrdə mübarizə aparmışdı. Məsəl üçün, orada Justinian da 532-də müqavilə imzalamışdı. Sonra qeyd eləmişəm 1-ci Göytürk. 1-ci Göytürklə əvvəl müttəfiq olublar. Sonra aralarında bəzi problemlərə görə mübarizə aparmışdılar. Sonra Ərəbi qeyd eləmişəm ki, hansı səbəbkar budur, Sasani dövlətində Ərəb süqutu uğratmışdı. İndi gəldik məsələnin əmmasına. Məsələnin əmması Xəzərlərdir. Belə ki, Xəzərlər tayfa olaraq Sasanilərlə mübarizə aparsalar da, Xəzər dövləti Sasanilərlə mübarizə aparmıyor. Çünki bu təqdibi yaranıb 650-də, bu da sübut edib 651-də. Yəni bir ilə inanmadan mübarizə apararlar. Amma tayfa formasında Sasanilərlə mübarizə aparmışdır. İndi siz bu siyahıya nəsə əlavə eləyə bilirsinizsə, göstərin özünüzü.